Sən hər şeyə qarışma. Bir ataların bir məsəli var, burun girməyin yerə başını soxma. Böyük hörmətim varsa, diqqət elə danışığına da. Bəzi kişilər, Azərbaycanın elə qeyrətli kişiləri var, elə qeyrətli oğlanları var. Həmən oğullar da həmən kişilərin belindən gəlibdir və getdi Qarabağda döyüşdü. Canından keçən şəhid oldu. 5 kere diqqət elə danışığına, Səidə Bəşir qızı. Şəxsən mən şəhid atası kimi, şəhid Aysəbin atasıyam. Oğlum Füzuli, Qubaslı, Şuşa və Xankəndə gedən döyüşdə də şəhid oldu. Bir oğlumla qaldı. Deyirsən ki, niyə qarışırıq? Mənim buradan şəhidimin bir amanəti var. Və 3 tane nəvəm var. Mən də bir kasıb, bir damqada böyüyən bir atayam. Və o damqada böyüyə-böyüyə o balamı onun bunun qapısında işləyə-işləyə böyütmüşəm. Mən bu günü mən də tələb edirəm. Sözüm var madem. Mən tələb edirəm ki, cənab ailə başkomandandan da xahiş edirəm ki, bizə şox pulu versin. Bəli, mən şəxsən istəyirəm, bir şəhid atası kimi istəyirəm, bütün körpələrimizin şox pulu verilsin.